Böyük ilahiyyatçı Alim Sultan Əlizadə Nəriman Əliyevlə bağlı öz xarakterisini bölüşəcək. Selamun Aleyküm, hər vaxtınız xeyir olsun. Hamınızı salamlayıram. Allah Nəriman müəllimi rəhmət eləsin. Quran-ı Kərimdə musiqinin, mahnının, nəğmənin, biz müsəlmanıq. Müəyyən söhbətlər var danışanda. O yer bunun əvvəl başı olsun, ayağı olsun ki, bilinsin ki, bu insan belə, insan neynə tanınır? Başı ilə. Başsız bir dənə bədən çəksən, kimdir bu, kim bilsə, heç ki, başla tanınırdı. Bu söhbətlər də üzürdür. Nəriman müəllimlər danışır, böyük sənətkardır. Amma məsələ burasıdır ki, 4 dənə göydən müqəddəs kitab nazil olub. Hamımız da bilirsiniz, Tövrat kitabı Musa Peyğəmbərə, İncil kitabı İsa Peyğəmbərə, Zəbur kitabı Davud Peyğəmbərə, Quran kitabı da bizim Həzrət Məhəmməd Əleyhisselam'a. İndi mənə bu 4 kitabda işim yoxdur. Zəbur kitabında işim yoxdur. Zəbur Davud Peyğəmbərə. Hamınız bəlkə bilirsiniz, ədəbiyyatda Davud Peyğəmbər gözəl avazla, elə gözəl avazla oxuyan olub ki, elə bir gözəl avaz olubundur ki, quşlar qanat saxlayarmış, axan sular diyanarmış, elə gözəl bir soltu olur. O, müqəddəs Zəbur kitabı da nəğmələr kitabıdır. Yəni, ilahi münacatları oxuyurmuş. Davud Peyğəmbər gözəl avaz. Quran özü də gözəl avazla. Quranın özünün də, yəni, Quran qiraat sözünü oxumaq demək, necə oxumaq? Gözəl avazla oxumaq, təcvidlə gözəl oxumaq lazım. Bu nöqtə Zabur ki, deyirlər, oradan götürülür. Belə deyirlər ki, Zabur, ancaq mənim mənbələrdə rast gəlməyim. O, məzamir. Məzamir sözündə 2 dənə mənası var lüğətdə. Yəni, Zəburun müqəddəs kitabı Allahın kəlamıdır. 2 dənə mənası var. Biri budur ki, məzamir sözünün mənası yazılı kitab. İkinci mənası budur ki, qavalla, qaval bilirsiniz də, qaval tutulur oxuyan. Qavalla ifa olunan ilahi nəğmə. Zəbur sözündə bir mənası. Görsən ki, biz o gözəl səs, gur səs, gözəl səs, şirin avaz, ona deyirlər termin, klassik ədəbiyyatda eşidənlər bilir, ləhni Davudi, Davudun ləhcəsi, ləhni. İndi burada bax görsünlər ki, ən gözəl ədəbiyyat, ən gözəl mədəniyyət, ən gözəl incəsənət, ən gözəl musiqi bizim Quran-ı Kərimdədir. Ən gözəl Allah Qur'anı şeirin səs üslubunda nazil edir. Allahın kəlamları qafiyələnir. Misal üçün, ecaz var onlarda. Bu fikir ver. Bismillahirrahmanirrahim. Qul əuzu bi rəbbin nas. Fikir ver axırlarına. Sığlara fikir ver. Qul əuzu bi rəbbin nas. Məlikin nas. İlahin nas. Hamısı gələcək. Min şərrin vəsvas. Xənnas. Hamısı gələcək. Yuvəsvisu fi sudurin nas. Minəl cinnəti və nas. Gözəl üstündən. Nə ədəbiyyatına gələcək? Ya deyib onlar, İnna əteyna kəl kövsər. Axırlarına fikir verir. İnna əteyna kəl kövsər. Fəsəlli li rəbbikə bənhər. İnnə şanəkə huvəl əkfər. Fikir verirsə axırlarına, necə düzələnir? Ən gözəl ədəbiyyat, ən gözəl musiqi, ən gözəl avaz Quran-ı Kərimlə gəlib bizə çıxırdı. Ona görə ləhni Davud'dur. İnsan xəstələnəndə burada, mən bilməm, kimin yadında qaldı, qalmadı. Nəriman müəllim burada bir dənə cümlə söz işlətdi. Qaldı yadımızda, dedi ki, muğamlarda həm musiqi var, muğamlarda həm şadlıq var, seviz var, həm kətər. Bir sürü mənasındadır. Boş-boş söz demir, o deyir, nə istəyir onu. İndi o danışır, bəzən bizə deyirlər ki, vaxt azdır, qısa danış, əsas sözləri biz deyə bilmirik. O mənası budur. İnsan xəstələnəndə 2 dənə şeydən xəstələnir. Onu deməkdir. Açması bu sözü. Bir, istidən ola bilər, hərarətlikdə qızdırma deyirik. İstidən ola bilər xəstələnir. Alın pozunda, alın 2000 termometre. İkinci də soğuqdan, soğuq deyilmədən. Bunların ikisinin də yaxşı dərmanı vardır. Yəni ki, xəstəliyi tam sağadmır, nəğmə. Yüngülləşdirir. İstidən xəstələnən adamın yanında görək oxuyarsan nəğmə, kədərli nəğmələr, qəmli nəğmələr. Çünki kədər soyuqluğu götürür. Bu istidən xəstələnmək biraz düzəldilir.
Hə? Soğuqdan xəstələnir, bir soğuq yemədən xəstə. Onun yanında elə bir nəğmə oxumuş, şad nəğmələr, şən nəğmə, şad nəğmələr, şən nəğmələr, insanı istilik götürür. Onu deyirdi orada ki, danışanda ki, ustad ki, sevinclə, muğamda sevinc də var, kədər də var. O insanın səhhətinə, sağlamlığına bir dərmandır. Demirəm sağaldır, yüngülləşdirir. Bizim peyğəmbərlərimiz, imamlarımız, məsələn, Həzrət Əli də, burada bilirəm musiqicilər çoxdur burada, Həzrət Əli də hansı muğam üstündə oxuyulmuş Quran-ı Kərimi? Rəhab, rəhabı deyirlər, bir deyirlər qəsəbə adıdır rəhabi. Bir də rəhab sözünün mənası budur ki, göydən damcı ilə yağan yağış. Bu üleyin yanıb gözdən su gəlməsidir. Bizdə bir binədə Ağa Kərim var idi, mömin kişi idi. Meşəqəri məsələ gəlirdi. Quranı elə oxuyurdu ki, inan mən heç eşitmirəm, amma gözümlə gördüyüm idi. Yay vaxtı idi, pəncərələr açıq idi, məscidin balkonu da açıq idi. Quşların cəhcəvran, o bir Quran oxuyurdu. Gözlərindən belə, mən bilmirdim muğam zadındadır. Gözlərindən belə yaş gəlir, elə avaz, hamısı belə baxırdı. Gördük pəncərədən, balkondan 3 dənə, 4 dənə belə bülbüllər girdi məscidin içində, başladılar cəhcəv vurmaya. O sesi nə idi o? Ses fərqinə. Mən bunu gözümlə görmüşəm. Yəni bizim bu cür muğamda bu cür hikmət var, bu cür məntiq var, bu cür məna var. Bir də bunu deyim Nizami Gəncəvidən, söyləməzsiniz mənə çox danışsadır. Nizami Gəncəvi bizə həm Quranla, qiyamətlə bizə çatdırıb bu muğamı. Quranda da bu var. Hələ Qurandan götürür. Bilirsiniz də, İskəndərnamə əsəri Nizaminin o mənası nədir İskəndərnamənin? İskəndərnamənin manası budur ki, yəni ölməzlik. Ona görə də ölməzlik bildirir. Ona görə də Nizami Gəncəvi götürür İskəndərlə filosofları yarışdırır orada. Filosoflar bir yarışırdılar. Biri o filosoflardan Aristotel olur, biri də Platon. Platon Aristotelin məlumi olur. Aristotelin düşüncəsi rasyonal düşüncə olur. Yəni ki, onun düşüncəsi ölmə qədərdir. Yəni, insan öldü, hər şey qutardı, daha heç yoxdur. Bu insanları faziyyəyə, müharibəyə sürükləyir, yaxçıdır. Amma onun ustadı Platonun irrasyonaldır, yəni ki, rasyonaldır. Yəni ki, onun düşüncəsi ki, o deyir, hər şey ölümdən sonra başlayır. Həyat ölümdən sonra başlayır bir yana. İndi Nizami Gəncəvi bunu gör necə eləyib, İskəndərnamədə götürür, saxlayıb üzböz, şagirdlə müəllimi, Aristotellə Platonu, Platonun müəllimidir. Deyir, yarışdırır bunları. Aristotel deyir ki, yaxşı sən hünərli göstər, qeyri-adi təcrübən nədir sənin? Deyir ki, bir də adam götür, saxla burada, götür. Deyir, bu adamı mən öldürəcəm. Aristotel deyir, mən bu adamı öldürəcəm, nə qılıncla, nə oxla, nə vurmayla, deyir, bir dənə tütək götürün bura, tütək. Götürdü də, tütəyi tutdu adamın başında, deyir, özü bilir də, hansı adamı sanır. Tütəni ifa elədi, bu adam yıxıldı, yerə öldü. İskəndər dedi ona ki, indi dirid. Dedi, yox, diridməyi bilmirəm. Platonun mənimi daxil. Dedi ki, Platon dedi ki, bu diridməyi bilməyəcək. Mən fikirləşirdim, bir vaxt gələcək, bu mənim üzümə durar, diridməyi öyrətməmişəm buna. İndi diridsəydi, burada üzümə durar. Bir də əl çalıb görürəm. İndi mən onu dirildərəm. İndi mən götürdü, Platon özü üfürdü, o adam dirildi. Yaxşı, burada nə var? Ölmək də burada musiqi ilə oldu, dirilmək də. Qurandadır. Quran-ı Kərim. Deməli, Quranda belə bir ayə var. Və izanlı fissur, və izahı minəl əcdası ilə Rəbbihim yəhsulu. Sur sözü var Quranda. Mən xəbər verir ki, qiyamətin günündə 2 dənə sur çalır. Sur birisi də şeypur. Buyunuza bənzər şeypurdur. Quran deyir, bunu ya. Görün necə, Nizamın necə daha adam olur. Deyir ki, qiyamətdə o sur 2 dəfə çalınacaq. Onu deyir, o zaman ki sur çalındı, yəni şeypur çalındı. O zamanda cəmaat hamısı öləcək. Nə qədər yer üzündə adam var, dünyana öləcək. Sonra deyir, əmr veriləcək, o mələk adı İsrafil, İsrafil surunu çalanlar. Deyəcəklər, bir dənə də salınlar. Bir dənə də suru üfləyəndə hamısı diriləcək. Deməli, burada həm ölmək var o səsdən, həm dirilmək var. Quran deyir, alır ya. Quran deyir. Musiqidə bax, bu hikmət vardır. Ona görə də Nəriman müəllim Məşəd ziyarətinə getdi. Məşəd ziyarətindən gələn elə sevinirdi ki, ağlayırdı.
Mən bütün məclislərimdə iştirak edeyim. Siz bilirsiniz ki, bu zona Meşədqərib məscidi Azərbaycanda yeganə bir məsciddir ki, orada uzun illər xalq artistləri, rəssamlar, professor, akademiklər, şairlər, xanəndələr, mən istəmirəm çox danışım, ancaq mən bəzidən var, bilir, bəzidən bilmir. Və artistlər, Mirzə Ağabeyliyə Allah can sağlığı versin. Rasim Balayev, xalqa Allah rəhmət olsun. Bizim məscidimizə tez-tez gəlir, iştirak. Əl-Abbas Qədirli videoları var bunların, kim istəsə göstərərəm. Gəlib çıxış deyirlər, mənim məscidin içində Ramiz Əzizbeyli, Əbdül Mahmud Beyli, Allah şəfa versin. Şeyx Əbdül Mahmud Beyli. Sayaram, Əli Nur, mən kim çox. Demək bu, şairlər də ucur, Vasif Məhməd Əliyev, o cür rəssamlar, oxuyan xanəndələr, Alim Vasımov bizim məclislərimizdə, məscidimizdə iştirak edir. Biz, Allah rəhmət eləsin, Hacı Tələt Qasımov bizim məclisimizdə iştirak edir, bizim məscidimizdə iştirak edir. Məşədi Nəriman Əliyev, mən onu məscidə dəvət edirdim tədbirlərini, videolarda var, kim YouTube-a girsin, dediklərimi hamısını tapacaq. Məscidə dəvət edirdim, məsciddə ilahi oxuyurdu, onun kim onun tərifini, videoda da vardı. Yəni Nəriman qeyni qarışandı, imanlı idi, əxlaqlı idi, bizim oyuna çox, hətta mənə Dərvişlər kitabı yazanda 1994-cü ildə, mən getdim Nəriman müəllim yana, mənə ilk dəfə siyah, leşkər, siyah muğamı haqqında ilk məlumatı verən kitabda da yazmışam. Dərvişlər kitabında. Nəriman müəllim olurdu. Yəni Nəriman müəllim həm sadə, həm mülayim, həm əxlaqlı, ədəbli, həm də çox təvazökar bir insan. Həm də Allaha çox inanır. İmamlardan, peyğəmbərlərdən məyin onun söhbətini çox olurdu. Söhbət edəndə ağlayırdı, gözləri yaşarırdı. O qədər məhəbbəti var idi. Ona görə də Allah onu qəni-qəni rəhmət eləsin, ruhunu şad eləsin. Mən fikirləşdim ki, mən bilmirəm, harada su tapacağım almışı bir yerdən. Məqam düşünməz, bir dənə qısa şeir yazmışdım onun haqqında. İstədim bir də bunu səsləndirim burada. Çünki burada hamısı ziyalı insanlar, müəllimlər. Burada müəllim dedim bizim Allah bilmirdim. Nesil müəllim, Nesil Ağayevi, Allah rəhmət etsin. Onun təşəbbüsü ilə bir sənə adamlara ad verilir, fəxri adlar verilir. Nəriman müəllimi də əməkdar müəllim adını verməyi o təqdim edildi. Neçənci il idi? 92-ci ildə. Yəni bizim də oradan deyil. Mən vaxt azdığına görə saya bilmirəm sizin üçün bunları. Allah hamısını ruhlarını şad eləsin onları. Bu da mənim şehrimdir, qısadır, çoxdan yazmışam. Məqam bildim. Aləmdə oyub namını xanəndə Nəriman, Seyyid kimi dünyada gezər, zində Nəriman. Seyyid birisi onun ustadını deyir ama, Seyyid Əzmə demirəm. Seyyid Şuns ustadı olur. Seyyid kimi dünyada gezər, zində Nəriman, ustadlıq edib, xeyli müğənnilərə bir şək, qoymazlar olar ki, ola şərməndə Nəriman. Seyyiddən alıb musiqinin incə məqamın, gənc nəslimizi qoymadı daməndə Nəriman. Kədsiz neçə əğyarın əlindən dəfin aldı, elmi ilə ne çox şəxsi alıb, salıb bəndə Nəriman. Hər bir işini gördü o Sübhanın adıyla, Allahın adıyla. Allahını hər yerdə olub bəndə Nəriman. Şövq ilə ziyarət elədi qəbri Rizani, İmam Rıza Məşədə getmişdi. Şövq ilə ziyarət elədi qəbri Rizani, sabit qədəm idi, beləcə dində Nəriman. Seygah ilə ağlatdı bizi ah nəvasi, əl atlı hümayında da çox fəndə Nəriman. Sultan, mən onun adını hər yerdə uzatdım, mən onun adını hər yerdə uzatdım. Şöhrət gətirib, çünki bizim kəndə Nəriman, şöhrət gətirib, çünki bizim